Dəhridə hər aşiqin öz eşqi, öz sevdası var. Eşqara kim ki, əgər məcnun olub leylası var. Hər gülün öz bülbülü, hər vamiqin əzrası var. Sevgidir onlar, fəqət əlanın ən əlası var. Eşq odur əslində İslamın Əli Mövlası var. Ömrü haqqın rəngin olmuş, sərbəsər iman olan, Sibğətullahi yaşadmış mötəbər insan olan, Fatih-i Xeybər olan, Mövla Şəhi Mərdan olan, Kəbədə dünyaya gəlmiş natiqi Qur'an olan, hər sözün bir həzrətin nitqində min mənası var. İlk gündən haqqı sevmiş, dinin olmuş əvvəli, əvvələ dördüncü söylər bir neçə əmmaməli, Həzrətə adil deyib dərk etməyir onlar vəli. Dəhri min adil adəm görsə də Həzrət Əli, hamıdan yüksəkdədir, öz rütbəyi əlası var. Həm Əlinin mənbəyi Allahın əla adıdır, ol qədər əla olub Cəbrailin ustadıdır. Bir səbəb var Həzrəti Peyğəmbərin damadıdır, göz açıb beyti Xudada Kəbənin övladıdır. Hikmət oldur beyti Əhməddən çıxan Zəhrası var. Tapşırıb bu ümmətə beyt əhlini Əhməd gedib, heyf ola dinin sütunun bəzi kəslər tərpədib. Kim Əli haqqın danıb, Zəhranı kimlər incidib. Qədr-xunda haqq özü İslamı kamil din edib. İntiqam almaqdan ötürü Mehdi valası var. La fəta illa Əli, la seyfə illa Zülfiqar. Həzrətin tərifini Peyğəmbər etmişdir şüar. İlk gündən həmçinin Mövlanı seçmiş aşkar. Mehdi vala gələndən sonra rəcət dövrü var. Qədr-xunda səslənən haqqın demək icrası var. Doğru derlər aşiqin halın fəqət aşiq bilər. Dəmbədəm ümmid edir ki, Mehdi vala gələr. Yer üzündə dini İslamı əzənlər, əkslər, sayəsində Həzrətin ağ günlərə çıxmaq dilər. Heç nəyi yoxdur, Hüseyninin qara sevdası var.